Это большая привилегия знать ее. Ninanı tanımaq böyük şərəfdir. Так много, так долго Çoxlu, uzun müddət ərzində onu tanımaq şərəfdir. быть свидетелем человека, которого многие из нас называли и даже сегодня называем ангелом. Bir çoxlarımızın adlandırdığı və indiyə qədər də bəzilərimizin adlandırdığı mələk olan adamı tanımaq böyük şərəfdir. Один из примеров людей, которые, несмотря на то, что они живут в этом грязном мире, Bu elə bir insanlardan birisidir ki, baxmayaraq ki, bu qaranlıq, çirkab dünyada yaşayırıq, человек, который мог оставаться таким чистым. amma bu məsum qala biləcək bir adam idi. Ее называли ангелом не просто так. Yəni hələ belədən ona mələk adı Она verməmişdilər. жила, O, она была такой. О, Она была yaşayırdı примером bu для cür. нас таким, Bizim üçün bu cür nümunə kimi xidmət edir. и она по-прежнему пример такой для нас. Və indiyə qədər də bizim üçün bu nümunə kimi xidmət edir. Мы празднуем жизнь, Biz həyatı bayram edirik и мы можем плакать, и это хорошо. və ağlaya da bilərik, bu yaxşıdır. Мы ценим это время, мы ценим Biz bu vaxtı нашего ангела. dəyərləndiririk, mələyimizi qiymətləndiririk. Иисус забрал Нину İsa Ninanı götürdü. в период Пасхи, когда мы готовили свои сердца, свои жизни к Пасхе. Pasxa ərəfəsində nə vaxt ki biz öz ürəklərimizi Pasxa üçün hazır edirdik. У меня была привилегия не только знать Нину так долго, Və mənim Ninanı tanımaq, uzun müddət ərzində tanımaq şərəfi yalnız bununla bitmir. но по стечению обстоятельств я был там, когда произошло это событие. Amma müəyyən deməli vəziyyətlər əsasında mən bu hadisə baş verərkən mən orada idim. Когда Господь забрал ее. Yəni o məqam ki, И она в этот момент была в больнице. Ninanı götürdü və o da o zaman xəstəxanada idi. После нескольких operаций Бог ее забрал. Bir neçə əməliyyatdan sonra Иисус сказал, все, Rəbb onu götür dedi, moya, ты со tamam, mной. sən mənimsən, ona görə mənimlə olacaqsan. И в течение очень короткого времени я попал в больницу. Və çox qısa bir müddət keçdi ki, mən xəstəxanada idim И в это artıq время sestra Нина была там. və Ninanın bacısı orada idi. И в течение еще 20-30 минут собралась еще небольшая, появилось еще несколько человек. Və digər 20-30 dəqiqə ərzində daha çox insan ora gəldi. И то, что меня тронуло, Və mənə toxunan bir şey oldu orada. это то, что это были все верующие люди. Ki bu yığışan adamlar hamısı imanlı adamlar С idi. разных путей жизни Нины, которые знали ее. Ninanın həyatından fərqli güşələrdən onu tanıyan insanların В toplantısı этот idi. момент, Bu vaxt в самый сложный момент, ən çətin bir vaxt они были там, onlar oradaydılar. вокруг sesтры. Bacının ətrafındaydılar. И я подумал, если бы я был неверующим, Və mən fikirləşdim ki, imanlı olmasaydım, я бы, наверное, стал верующим в тот момент. yəqin orada o mənzərəni görərək inanardım. Потому что дети Господа были там. Çünki Rəbbin övladları oradaydılar. Это было так приятно. Və bu çox xoş idi. Это было так важно. Çox vacib idi. И все эти верующие, они были там, Və bütün imanlar orada idi. и они помогли, и Onlar помогали, и kömək сделали edirdilər. все, Və hər nə lazım idisə edirdilər. все, что нужно. И как церковь, мы также были там, в вашем лице мы представляли Və bir всех kilsə вас, olaraq biz də oradaydıq və sizi, kilsəmizi orada təmsil edirdik. и мы хотели быть благословением. Və istəyirdik ki, orada xeyir-dua olaq. И надеюсь, так и Ümid получилось. edirəm belə də baş verdi. Я хочу, чтобы этот день остался у нас, İstəyirəm в ki, нашей bu памяти, в наших сердцах, gün ürəyimizdə və xatirələrimizdə belə qalsın. и даже в наших эмоциях. Hətta duyğularımızda belə qalsın. И стих, который Господь мне дал,
Rəbbin mənə bu tədbirimiz üçün verdiyi bir bənd var. И это для вас и для нас. Bu sizin üçün, eləcə də hər birimiz üçündür. Это Евангелие от Луки, 18 глава, Bu Lukanın müjdəsi 18-ci fəsil, 34 стих. 34-cü bənd. Интересно, можно его будет поставить сюда или нет, Əgər наверное? mümkündürsə onu səhnəyə əks etdir. 18-24. Если нет, тоже нормально. 34, Üzr 18, istəyirəm, 34. 34-cü bənd. Это Новый Завет, Иисус с учениками. Bu əhd-i cədid dövrüdür. И İsa этот стих по отношению к ученикам. şagirdlərləndir və bu bəndi İsa şagirdlərə müraciət edərək deyir. Но они nичего из этого не поняли. Lakin onlar, yəni şagirdlər bu sözlərdən heç bir şey başa düşmədilər. Слова сии были для них сокровенны или закрыты. Bu sözlər onlar üçün gizli saxlandı. И они не разумели сказанного. Və onlar İsa'nın dediklərini anlamadılar Или они не понимали сказанного. və ya başa düşmürdülər İsa'nın sözlərini. После определенного времени вместе с учениками Иисус начал говорить им о том, что произойдет. Şagirdləri ilə müəyyən bir vaxt keçirəndən sonra İsa gələcəkdə nələr baş verəcəyi haqqında danışırdı. Он знал, что будет, куда он идет. İsa bilirdi nə baş verəcək, o hara gedir. Он знал, что он idет на O крест. bilirdi ki, o çarmıxa qalxacaq. Он знает, что будет до этого и что произойдет после. O bilirdi çarmıxdan qabaq nələr olacaq və çarmıxdan sonra nə olacaq. Ученики Şagirdlər isə имели совершенно другое понимание того, что происходит. baş verənlər haqqında tamamilə fərqli anlayışa malik idilər. Они ожидали Мессию, Onlar Məsihi gözləyirdilər Иисус их призвал. və İsa onları çağırmışdı şagird olsunlar. Они думают, что их Мессия Он. Və onlar düşünür ki, bu şagirdlərin Məsihi odur. Он сейчас войдет в Иерусалим, восстановит свое царство. Və indi İsa Yerusəlimə daxil olacaq, öz padşahlığını bərqərar Они edəcək. видели чудеса, которые Он совершает. Şagirdlər İsa'nın etdiyi möcüzələri Они görürdülər. радостны, что они близки к Нему. Sevinirdilər ki, İsa'ya yaxın adamlardır. Но они не понимали. Amma başa Они düşmürdülər. не знали, что будет. Bilmirdilər nə olacaq gələcəkdə. Иисус İsa начинает isə говорить и делать вещи, которые также были еще более непонятные. başlayır elə sözlər deməyə və elə işlər görməyə ki, onlar daha da anlaşılmaz idi. Именно после этого периода, после этих слов, говорится о том, что Он омывает их ноги. Bu sözlərdən sonra deyilir ki, o şagirdlərin ayaqlarını yumağa başladı. Те из нас, кто учились в библейском институте или слышали достаточно проповедей, знают, что эту работу выполняли слуги. Bibliya institutunda oxuyanlarımız və ya kilsədə uzun müddət olanlar bilir ki, ayaq yumaq bu qulluqçulara, xidmətçilərə xas olan xidmət idi. Слуги. Qulluqçular. А Иисус взял İsa isə тазик с водой götürdüyü и su ilə буквально ləyəni омывал грязные ноги своих учеников, которые ходили по пыльным дорогам. və onunla birlikdə tozlu yollarla gəzən şagirdlərin hərfi mənada ayaqlarını yumağa başladı. В этот момент он также говорит о том, что Иуда предаст его. O vaxt eləcə də o deyir ki, Yahuda ona xəyanət edəcək. И они не понимали этого. Şagirdlər bunu da Они не başa поняли, düşmürdü. что это такое, что это будет. Onlar anlamadılar bu nədir və necə olacaq. Он говорит ученикам, что он уйдет, İsa şagirdlərə deyir ki, o gedəcək. и они не смогут пойти туда, куда пойдет он. Və şagirdlər İsa'nın gedəcəyi yerə gedə bilməyəcəklər И indi. эти ученики, которые были с ним, видели все, что он говорил, и эти чудеса, имели никакого представления, о чем он говорил. Və İsa Məsihin dediyi sözlər və gördüyü möcüzələri görən, şahidi olan şagirdlər indi insanın dediyini sözləri başa И не düşmürlər. только это, они боялись даже и спросить. Və bundan savayı onlar ondan bunu soruşmağa da qorxurdular. В этот период происходит также последняя вечеря, Bu vaxt eləcə də Rəbbin şam süfrəsi baş verir. когда Иисус Allah. взламывает хлеб İsa çörəyi и bölür говорит им, это мое тело. və şagirdlər deyir ki, bu mənim bədənimdir. Дает им сок, Onlara şirə Vino. verir və ya şərab verir говорит, это моя кровь, və deyir, пейте. için, bu mənim qanımdır. Они ничего не понимают. Şagirdlər heç nə başa düşmür. Потом он предстает перед Пилатом, Sonra İsa Məsih Pilat qarşısında durur. Иродом. Hirod qarşısında. У него есть возможность защитить себя. İsa'nın imkanı var ki, özünü müdafiə etsin. Пилат даже пытается сделать так, чтобы его освободили. Pilat hətta cəhd edir ki, İsa'nı azadlığa buraxsınlar. Иисус молчит. Amma İsa susur. Ученики опять ничего не понимают. Şagirdlər yenə heç nə başa düşmür. Он также говорит Петру, ты
ты предашь меня не один раз, а 3 раза. Və İsa hətta Peter deyir ki, sən bir dəfə yox, 3 dəfə məni rədd edəcəksən. Петр, я за inkar тебя, edəcəksən. Господь, отдам жизнь. Peter isə deyir, yox, ya Rəbb, mən həyatımı sənin üçün sərərəm, nə Ты danışırsan? предашь меня 3 раза. Deyir, Do üç utра. dəfə, 3 Три dəfə, razа. səhərə qədər 3 dəfə məni inkar edəcəksən. Ни Ay Peter. Петр, ни другие не понимали. Nə Peter, nə başqa şagirdlər İsa'nın dediklərini başa düşmürdü. Точно так же и вы можете не понимать, почему Иисус забрал вашу сестру сейчас. Eləcə də bəlkə siz indi başa düşə bilmirsiniz niyə İsa bacınızı götürdü. Точно так же и мы Və biz можем не понимать başa düşməyə bilərik. определенные обстоятельства в наших жизнях. Həyatımızda baş verən müəyyən vəziyyətlər nədən bu baş verir? Точно так же и мы, как и сегодня, плачем, так же, как и ученики, которые плакали у креста, когда они смотрели на своего учителя. Necə ki bu gün biz ağlayırıq, göz yaşlarımız tökülür. O vaxtda şagirdlər İsa Məsihin çarmıxa çəkilməsinə baxanda başa düşmürlər. Niyə görə bu baş verir və ağlayırdılar? Мы можем не понимать. Biz anlamaya bilərik. Но точно так же Amma eyni ilə эта сила воскрешения Христа, İsa Məsihin ölülərdən dirilmə qüdrəti ki var, это сила, это жизнь, o qüdrət və o həyat, это будущее, bu gələcəkdir, этот ответ, bu cavabdır. он доступен и для нас. Və onlar bu gün bizə əl çatandır. Для вас Sizin üçün и для нас. və bizim üçün. Благодаря тому, что произошло в эту Пасху, Həmin o Pasxada, Pasxu, həmin o a Pasxada baş Muçta. verənlərin sayəsində сегодня есть мы. bu gün biz varıq. Сегодня есть Святой Дух, который дан каждому верующему. Bu gün hər bir imanlıya hədiyyə olaraq verilmiş müqəddəs ruh var. Сегодня есть сила Бога, которая может жить в нас и через нас служить другим людям. Bu gün içimizdə yaşayacaq və vasitəmizlə başqalarına xidmət edə biləcək Tanrının qüdrəti var. Это наш ответ. Bu bizim cavabımızdır. Эта жизнь, Bu həyat она у нас bizə verilir. есть. O həyat bizdə var. Это наш ответ. Budur bizim cavabımız. Эта сила сегодня доступна каждому из нас. O qüdrət, ilahi qüdrət bu gün hər bir insana əl çatandır. Если вы не знаете Господа, Əgər siz Rəbbi hələ tanımırsınızsa, мы сегодня празднуем жизнь. biz bu gün həyatı bayram edirik. Господь забрал Нину, и вместе с этим мы празднуем жизнь. Rəbb Ninanı özünə apardı. Bununla da biz həyatı bayram edirik. Эти слова для каждого, кто здесь сегодня. Bu sözlər bu gün, bu sözlərə qulaq asan hər bir insan Может быть, üçündür. вы формально даже и приходите в эту церковь, и может быть, даже очень давно. Bəlkə siz formal olaraq bu kilsəyə gəlirsiniz və bəlkə uzun müddətdir Может быть, вы в gəlirsiniz. первый раз слышите слова. Və ya bəlkə ilk dəfədir bu sözləri Isusi. eşidirsiniz. İsa haqqında Это ваша eşidirsiniz. возможность. Bu sizə verilən imkandır, Это ваша возможность fürsətdir. принять то, что приняла Нина. Ninanın vaxtı ilə qəbul etdiyini siz də bu gün И qəbul edəsiniz. видеть небольшие плоды этой жизни. Və biz bu gün o şəkillər vasitəsilə həmin o həyatın balaca bir bəhrələrinin əksini gördük. Я хочу помолиться вместе со всеми. Mən hər birinizlə birlikdə dua etmək istəyərdim indi. Хочу dать вам эту Və возможность. istəyərdim ki, bu imkanı sizə verim. Если вы не знаете Иисуса, Əgər İsanı hələ если вы tanımırsınızsa, не знаете живого Иисуса, əgər diri İsanı tanımırsınızsa hələ, скажите в своем сердце. ürəyinizdə belə deyin. Для kого-то из вас смирите свое сердце и скажите ему. Və kimi üçünsə deyəcəm ki, ürəyinizi fağırlaşdırıb olaraq bu Для deyin. кого-то из вас осмельтесь и скажите ему. Başqa kimlərəsə bəlkə deyəcəm ki, ürəyinizdə cəsarət tapıb bu sözləri İsa'ya deyin. Для кого-то из вас не ожесточите свое сердце и скажите ему. Digər insanlara deyəcəm ki, ürəklərinizi qəddarlaşdırmayaraq bu sözləri İsa'ya deyin. Скажите: Иисус, Və deyin, İsa, сегодня я услышал о Тебе, bu gün sənin haqqında eşitdim. сегодня я знаю, что Ты сделал для меня. Bu gün bilirəm ki, mənim üçün nələr etmisən. Хочу иметь ту жизнь, о которой Ты говорил своим ученикам, İstəyirəm şagirdlərinə haqqında danışdığın həyat məndə də olsun. которую они не понимали. O həyat ki, onlar bunu başa Ту жизнь, düşmürdü. которая была у Нины, O həyat ki, Ninada var. которая она свидетельствовала, О когда была с хаята. нами и когда сейчас она с Тобой. O bizim aramızda olanda o həyatı şəhadət edirdi və Дай bu мне gün эту жизнь, sənin yanında olan дай həyatı мне şəhadət edir. Святого Духа, Mənə həyatı və и дай müqəddəs мне ruhu эту ver. силу. Mənə o qüdrəti ver. Освободи меня от греха, Məni günahdan azad et.
Я хочу жить с тобой, я Seninle. хочу быть свободным. Yaşamaq istəyirəm və azad olmaq istəyirəm. Хочу быть твоим ребенком. Sənin övladın olmaq istəyirəm. Хочу знать Отца, Atanı tanımaq Тебя, istəyirəm. Бога, как Отца. Səni ey Allah, ata kimi tanımaq istəyirəm. Прошу во имя Иисуса, İsa'nın adı ilə dua edirəm. священное имя Иисуса. Müqəddəs İsa'nın müqəddəs adı ilə. Аминь. Amin. Аминь. Amin. И если вы сказали это в первый раз в своей жизни, Əgər həyatınızda ilk dəfə bu duanı ürəyinizə если вы dedinizsə, сказали в первый раз искренне в своем сердце, ürəyinizdə səmimi olaraq bunu dedinizsə, Бог называет вас своим rебенком. onda Tanrı sizi öz balası И adlandırır. Нина сегодня Və Nina bu gün радуется sevinir за вас. sizi Она görərək. хлопает с Иисусом за вас. İsa Məsih ilə birlikdə sizin yeni həyatınızı alqışlayır. И сегодня я хочу похлопать Və bu gün mən də Иисусу и Нине İsa'ya və вместе с вами. Nina'ya sizinlə birlikdə alqışlamaq istəyirəm.